dayı şəhidimizin övladıdır. Övladına gəlmişik anamızın yanına. 23 Noyabr 2025-ci ildir. Şəhid Xəyal qardaşımızın övladıdır. Cənnətlər anamın ömrü mübarək olsun deyirəm. Yeri beşli olsun. Bu gün özümüzə bir boş verdik ki, sizin kimi gözəl analarımın huzuruna gəlməyə, sizin kimi gözəl analarımın yanına gəlməyə. Bu gün fəxr edirəm ki, sizin kimi gözəl analarım var. Sizin kimi şənlə şərt xoşmayan qaldım ki, sizin kimi gözəl analar tanıyıram da. Bizə bu gün sizi tanıtılan bu qardaşlarımızı, şəhidlərimizdir. Mən yenə sizlərə deyirəm ki, uzun ömrü, can sağlığı arzu edirəm. Allah hər birinizin övladınıza rəhmət eləsin, ruh şad olsun, Allah 25 eləsin. Bu gün mən hər zaman deyirəm də, borcumdur ki, hər bir şəhid anasının evindən, hər bir şəhidin qapısını açmağa, keçməyə, özüm üçün bir buyurur, bir fəxr edirəm. Bu gün də özüm gec gəldim, gəncdən gəldim, yolun icra olduğuna görə, özü sadəcə keçdiyimizə görə, mən xoş ki, anaları gördüm. Bu gün şəhidcizə Polad Əliyev, Xəyal qardaşımızın şəklini böyüdür. Hər bir yerə gedəndə, getdikcə də onların şəklinin aparılan yer ara, yoldaşlarına şahane təqdim edirik. Bu gün də şəhidcizə Polad Əliyevin evimizi düzəltmişik biz. Hər bir şəhidin kim istəsə şəklini ora verə bilər, qoya bilərik. Gücümüz çatır, özümüz hamısını edirik. Heç kimə demirik, özümüz edirik. Yenə də sizlərə səbr arzu edirəm. Allah sizin balanıza rəhmət edesin, ruh şad olsun, cənnətlərin ömrü mübarək olsun deyirəm ha. Bu gün də şəkili sana təqdim edirəm. Gizli Polad Əliyevlə Xəyal qardaşımızın birlikdə şəkilini sizə gətirmişəm. Evimizə ilə Xəyalın. Özünüzə gəlin, büyün boş bir sizin kimi ananın yanına gəlməyə. Allah rəhmət edesin, ruh şad olsun. Sizə səbr edesin.